İndi isə sizinlə 1840-cı ildə baş vermiş üsyanlar, deməli, daha doğrusu islahatlardan danışacağıq. Üsyanlardan sonra artıq Çar hökuməti başa düşdü ki, çarizmin komendant idarə üsulu doğru bir üsul deyildir və özünü doğrultmur. Ona görə də 1840-cı ilin aprel ayının 10-da İnzibati məhkəmə islahatı haqqında qərar verir. İnzibati ərazi bölgüsü, məhkəmə isə bildiyimiz kimi məhkəmədəki dəyişikliklər demək idi. İlk öncə biz inzibati dəyişiklikdən danışaq. Belə ki, komendant idarə üsulu dediyim kimi ləğv olunur və inzibati dəyişiklik olaraq ərazi quberniya, qəza və nahiyəyə bölünür. Məhkəmələr isə quberniya, qəza və vilayət məhkəmələrinə bölünəcək və əsasən burada qəza məhkəmələrindən danışılacaqdır. Artıq komendant əyalət, dairə və distansiya ərazi bölgüsü də ləğv olunur və dediyim kimi quberniya, qəza və nahiyələrə bölünür. Bir vilayət, bir quberniya yaradılır və ərazilərdən biri Xəzər vilayəti, digəri isə Gürcə İmeretiya vilayəti idi. Xəzər vilayətinin mərkəzi Şamaxı şəhəri, Gürcə İmeretiya vilayətinin mərkəzi isə Tiflis şəhəri olmuşdu. Eyni zamanda vilayətlərin içərisində qəzalar da var idi. Xəritədə gördüyümüz kimi Qarabağ qəzası, Şamaxı qəzası, Lənkəran qəzası və Quba qəzası, Dərbənd qəzası və Şəki qəzası, eyni zamanda Bakı qəzası da Xəzər vilayətinə daxil idi. Mərkəzi Şamaxı olan Xəzər vilayətinə daxil idi. Bir də Naxçıvan və İrəvan qəzaları, eyni zamanda Yelizavetpol qəzası, Carbalakən dairəsi və Tiflis qəzası da deməli daxil idi Gürcə İmeretiya quberniyasına. Bundan başqa 1828-ci ildən bu yana erməni vilayəti var idi. Bilirik ki, Naxçıvanda və İrəvanda erməni vilayəti yaradılmışdı. Həmin bu erməni vilayəti ləğv olundu və yerində Naxçıvan və İrəvan qəzaları yarandı. Qafqazın idarəçiliyi isə baş hakimin əlində cəmləndi. Eyni zamanda quberniyaların başında qubernatorlar durmağa başladılar. Bundan başqa məhkəmə islahatı haqqında danışaq. Dediyim kimi, məhkəmə islahatı qəza məhkəməsi, hərbi məhkəmələrindən ibarət idi. Daha doğrusu quberniya, vilayət və qəza məhkəmələrindən ibarət idi. Qəza məhkəmələrində vergi verən təbəqələrdən ibarət iclasçılar olurdu. Artıq mülki işlərə, yəni xırda cinayətlərə hərbi məhkəmələrdə baxılması qaydası ləğv olunmuşdu. Halbuki biz komendant idarə üsulunda demişdik ki, ən xırda cinayətlərə hərbi məhkəmələrdə baxılırdı. Dəyişiklik bu idi. Amma şəriət məhkəmələri əvvəllər olduğu kimi kəbin, talaq, vərəsəlik işlərinə, yəni evlənmə, boşanma və vərəsəlik işlərinə baxırdılar və bütün kəlqüzarlıq işləri isə rus dilində deməli ki, aparılırdı. Tərcüməsilər isə olmurdu. 1841-ci ildə bəy və ağaların hüquqlarını əlindən almağı qərarlaşdırdılar Rus hökuməti və beləliklə ilk öncə Qazax Şəmşədil Borçalının ağalarının və daha sonra isə digər ərazilərin bəylərinin hüquqları əllərindən alındı. Lakin hüquqlar alındıqdan sonra onlar başa düşdülər ki, bu yaxşı bir hal deyil. Çünki yerlərdə üsyanlar baş verirdi və həmin üsyanlar baş verərkən bəy və ağalar Çar hökumətinin tərəfini saxlamırdılar. Ona görə də onlar məcbur olacaqlar ki, sonralar bəy və ağaları ali müsəlman təbəqəsi, ali müsəlman silki adlandırsınlar. 1842-ci ildə ali müsəlman təbəqəsinin yaradılması haqqında qərar 1843-cü ildə qüvvəyə mindi. Burada da dediyim kimi məqsəd o idi ki, bəy və ağalardan özlərinə dayaq yaratsınlar. 1844-cü ildə Qafqaz canişinliyi yaradıldı. Qafqaz canişinliyi 1883-cü ilə qədər davam edəcək. Qafqazı artıq bu aralarda canişin idarə edəcək və Qafqazın ilk canişini qraf Mixail Vorontsov olmuşdu. 1846-cı ildə 40-cı ildə yaradılmış
bir vilayət və bir quberniya ləğv olunur və 4 quberniya yaradılır. Artıq quberniya idarə sistemi tam bütün əraziləri əhatə edir. Tiflis, Kutaisi, Dərbənd və Şamaxı quberniyaları meydana gəlir. 1859-cu ildə Şamaxı quberniyasında zəlzələ baş verir. Buna görə də quberniyanın mərkəzi Bakı şəhərinə köçürülür və artıq bundan sonra Şamaxı quberniyası ləğv olunaraq Bakı quberniyasının tərkibinə daxil olur. 1849-cu ildə isə yeni bir quberniya yaradılır. Bu isə İrəvan quberniyası olur. 1868-ci ildə növbəti quberniya yaranır. Bu da Yelizavetpol quberniyası olur. Quberniyaların ərazisi isə xəritədə bu cür göstərilmişdir. Deməli, 46-cı ildə yaradılmış Tiflis, Kutaisi də eyni zamanda Gürcüstan ərazisindədir. Şamaxı, Dərbənd quberniyası, 49-da yaradılmış İrəvan quberniyası, sonra isə 68-ci ildə Yelizavetpol quberniyası dediyimiz kimi və 59-cu ildə isə Şamaxı quberniyası ləğv olunaraq Bakı quberniyası adlandırılacaq. Bundan sonra danışırıq nədən? Dediyim kimi 1843-cü ildə artıq bəy və ağaların hüquqlarını qismən bərpa edilməsi haqqında Çar hökuməti fikrə düşür. Çünki artıq onların yerlərdə dayaqlarını itirmişdilər. 46-cı ildə isə reskript verilir və reskript bəy və ağalarla yaxınlaşmaq üçün ilk addım idi. Həmin reskriptə əsasən demək, Rəiyyət, Rəncibər, İlat adlı kəndli qrupları ləğv olunur. Bütün bunlara hamısına mülkədar tabelisi adı verilir. Yəni, kəndli qrupları mülkədara tabe edilir. Bir də bəylərə kəndlilər üzərində məhkəmə və polis hüququ verilir və bəylərin torpaq üzərində hüquqları bərpa edilir. Dediyim kimi, məqsəd burada o idi ki, bəy və ağa təbəqəsi ilə Çar hökuməti yaxınlaşsın və bu həmin yaxınlaşmada olan ilk addım idi. Reskript sözünün mənası isə qanun gücündə olan sənəd demək idi. Daha sonra Çar hökuməti kəndlilərlə yaxınlaşmaq qərarına gəlir və üsyanlardan artıq onlar başa düşdülər ki, kəndlilərə də müəyyən hüquqlar vermək lazımdır. Ona görə də 1847-ci ildə kəndli əsasnamələri qəbul edilir və həmin kəndli əsasnamələrinə əsasən 15 yaşına çatmış hər bir şəxsə 5 desiatin torpaq verilməli idi. İslahat sahibkar kəndlilərinə aid idi, lakin bu əsasnamələrdə heç bir vergi və mükəlləfiyyət ləğv olunmur. Çöpbaşı, malcəhət, bəhrə, bütün bu vergilər saxlanılır, biyar da saxlanılır, əvrəz də saxlanılır. Yalnız 15 yaşına çatmış gənclərə, oğlanlara 5 desiatin torpağın verilməsi qərara alınır. Və islahat sahibkar kəndlilərinə aid idi. Biz bilirik ki, 19-cu əsrdə kəndlilər iki qrupa aid olmuşdu. Dövlət kəndliləri və sahibkar kəndlilər. Dövlət kəndlilərinin vəziyyəti sahibkar kəndlilərə nisbətən yüngül idi. Çünki onlar yalnız dövlətə vergi verirdilər. Sahibkar kəndlilər isə həm sahibkara, həm dövlətə vergi verdiklərinə görə onların vəziyyətləri çox ağır idi. Bu yüzdən də islahat sahibkar kəndlilərinə aid edilmişdi. Bu islahat haqqında da bu qədər. Burada da yenə həmin islahatın davamı haqqında danışılır. Yəni deyilir ki, bəhrə, əvrəz, biyar filan bunlar hamısı saxlanıldı. Bir də demək 40-cı il islahatlarının son nəticəsi göstərilmişdi və deyilir ki, 40-cı il islahatları müstəmləkə xarakteri daşıyırdı. Amma yenə də buna baxmayaraq müstəmləkə xarakteri daşısa da Ali Müsəlman silki ilə Çar hökuməti arasında ittifaqın yaranmasına, yaxınlaşmanın yaranmasına səbəb oldu.